Əziz tələbələr, dostlar, biz davam edirik deməli Bibliya kitablarının icmal dərsini. Дорогие студенты, друзья, мы продолжаем обзор библейских книг. Artıq gəlmişik Pavelin Korinflərə məktubun deməli ikinci məktubuna. Мы dошли до второго послания Павла к Коринфянам. Bu biraz öncədən biraz istəyirəm məlumatlandırım. Ümumiyyətlə bu adlandırdığımız ikinci məktub Korinflərə Хочу заранее дать информацию. Вот это второе послание к Коринфянам. çox ehtimal ki, bu Pavelin əslində Korinflərə yazdığı ikinci məktub deyildi. Вполне вероятно, что это не было второе послание. Deməli, nəyə əsaslanıb deyirəm bunu? На чем это основывается? 1-ci Korinflər 5-ci fəslin 9-cu ayəsində В 1 Коринфянам 5:9 oxuyanda biz görürük ki, artıq hətta 1-ci məktubdan qabaq biz keçən dəfə 1-ci məktubu keçdik. Ondan qabaq da hansısa məktub olubmuş ki, bu gün itib yoxdur. мы видим, что он говорит, что я писал вам в послании, то есть было какое-то послание еще до этого, которого у нас нет. Возможно, оно Sonra пропало. 2-ci Korinflərin 2-ci fəslinin 3-dən 3-cü, 4-cü ayələri, Потом во 2 Коринфянам 2, с 3 по 4 стихи, eləcə də 7-ci fəslin 8-ci ayələri. а также 7 глава 8 стих. Bunlar da bizə əsas verir ki, deyək ki, Pavel Korinflərə çox güman ki, bir neçə, ən az bəlkə 4 məktub yazıb. И они тоже, эти стихи дают нам знать, что, возможно, Павел написал как минимум 3 или 4 письма Коринфянам. Deməli, birincisi dediyimiz kimi bu itirilib. Во-первых, они утеряны. Birinci məktub. Первое письмо. Keçən dərs keçdiyimiz xronoloji olaraq Bibliyada yazılan 1-ci Korinflərə məktub əslində ola bilər ki, bu onun ikinci məktubu idi. То письмо, 1 Коринфянам, которое мы прошли на прошлом уроке, скорее всего, было вторым письмом. Sonra üçüncüsü yenə də biz deyə bilərik ki, bu hardasa bəlkə onu kədərli və yaxud da göz yaşları ilə yazılan bir məktub adlandıra bilərik. Məktub olub, belə bir məktub olub. Третье послание было, скорее всего, Onun göz yaşları ilə yazdığı bir məktub idi. полное его слез. Deməli, o da itib. Тоже утеряно. Mümkündür ki, onun ancaq bir hissəsi qorunub saxlanılıb ki, bu günləri biz 2-ci Korinflər 10-cu fəsildən 13-cü fəslə qədər keçəndə görəcəyik bu parça idi. И возможно, что мы заметим только часть этого послания во 2 Коринфянам с 10 по 13 главы. Və nəhayət dördüncüsü bu bizim həmin bu gün keçəcəyimiz 2-ci Korinflər dediyimiz məktubdur. И вот это 4 послание, наверное, это то 2 Коринфянам, которое мы сегодня пройдем. Və xüsusilə də 1-ci фəsildən 9-cu fəslə qədər olan hissə dəqiq bu yazdığı onun 4-cü məktubu idi, amma biz 2-ci Korinflər kimi keçirik. И вот эта часть с 1 по 9 главы, это точно 4 послание. Просто мы его сегодня проходим как второе. Niyə görə biz deməli deyirik ona 1-ci Korinflər, 2-ci Korinflər? Почему мы их называем 1 Коринфянам, 2 Коринфянам? Deməli məktubun o yazılma xronologiyasına görə yox, amma müqəddəs kitabın kanonundakı sıralamasına görə bunu belə adlandırırıq. Мы называем их не так из-за того, что из-за того, как они написаны по канону, По хронологии, а из-за того, как они Kanon Священное Писание. как они выглядят в каноне у нас. Yəni bizim əlimizdə olan məktub bu Pavelin ikinci məktubudur. То есть письмо, которое у нас на руках, это второе письмо Павла, то, которое нам дошло. Sadəcə ola bilər bu ikinci deyil. Ola bilər ki, По числу, по порядку, оно, возможно, не второе, а hətta четвертое. sizə deyim belə bir ehtimal var ki, Pavelin yazdığı bu bizim hesab etdiyimiz 2-ci Korinflər əslində Pavelin 3-cü və 4-cü yazdığı məktubların birləşməsidir. И даже есть такая вероятность, что вот это второе послание – это соединение 3 и 4 посланий Павла. Yaxşı, yəni 1-dən 9-a qədər bu 4-cü məktubundandır, ondan 13-ə qədərsə 3-cü məktubundandır. То есть с 1 по 9 главы это из 4
из 4 послания, а с 10 по 13 главы это из 3 послания. Beləliklə, Pavel dediyimiz kimi keçən dəfə missioner səyahətlərinin birində Korinfdə kilsə qurur. Итак, как мы отметили раньше, Павел устраивает путешествие в одну из церквей, Və biz которые он dedik, находил во время mиссионерского Həvələn işlərinin путешествия. 18-ci fəslində bunu görmüşdük. Мы видели это в Деянии 18 главе. Və yadınızdadsa keçən dəfə dedik ki, o Korinfdən çıxıb getdikdən sonra deməli onlar xəbərlər çatdı ki, Korinfdə o qədər də vəziyyət yaxşı deyil. Если помните, мы сказали, что когда он покинул Коринф, он заметил, что у них дела идут не так хорошо. 1-ci Korinflər 1-ci fəslin 11-ci ayəsində bu barədə deyilir. 1 Коринфянам 1:10. 1:11. Ona görə o məcburən Korinflərə məktub yazır. И поэтому вынужденно он пишет письмо Коринфянам Səbəb də o idi ki, mövcud olan problemləri aradan qaldırsın. с целью решить существующие проблемы. Lakin belə görünür ki, kilsə elə bil kilsədə olan çox saylı insan Pavelin bu məktublarını elə bil nəsihətini qəbul etmir. Rədd edir. Однако, по всей видимости, церковь не принимает эти советы Павла и отрицает их, отвергает. Üstəlik Pavelin səlahiyyətinə qarşı da çıxırlar. К тому же они еще и выступают против авторитета Павла. Və mətndən öyrənirik ki, Pavel sonra kilsəyə şəxsən gəlir. И из текста мы узнаем, что Павел приходит в церковь лично. Və 2-ci Korinflər 2-ci fəslin 1-ci ayəsi deyir ki, çox kədərli bir səfər olur bu. Во 2 Коринфянам 2:2 Павел говорит, что это было печальным путешествием. Sonra bayaq dediyimiz kimi 2-ci Korinflər 1-ci fəsil 3-4-cü ayə. Мы отметили 1 Коринфянам 2 Korinflər 2 Коринфянам 2, 1 qlava 1, 3, 4. və Первая 7-ci glava. fəslin 8-ci ayəsi. И 7 глава 8 стих. Biz görürük ki, o Pavel deməli Korinflərə bir kədər içində, göz yaşında məktub yazmalı olur. Мы видим, что Павел был вынужден писать им в слезах, в печали. Və nəhayət ki, bütün bu gəlməklərlə, məktublardan sonra Korinf imanlılarının bir çoxu, hamısı yox, hardasa öz təkəbbürlü olmalarını başa düşür. И, наконец-то, после всех этих посланий, после всех посещений, Коринфская церковь понимает осознает свою гордость və nadmenность və Paveldən üzr istəyir. И просит прощения у Павла. Və hətta onunla barışmağı təklif edirlər. И даже предлагают примирение с ним. Və cavab olaraq Pavel bu məktubu yazır. И в ответ Павел пишет это письмо. Və bununla da onları nə qədər sevdiyini və onlara nə qədər sadiq olduğunu göstərir. И этим показывает, насколько он их любит, и он верен им. Məktub 3 hissədən ibarətdir. Письмо состоит из 3 частей, Hər hissədə ayrı-ayrı mövzulara toxunur. и каждая часть касается разных тем. Deməli, əvvəl Pavel Korinf imanlara ilə tam barışdığı barədə bir hissəni ayırır, 1-dən 7-yə qədər olan parça. С 1 по 7 главы Павел отделяет именно примирению с церковью. Sonra 8-9-cu fəsillərdə onların həmin o Korinf kilsəsinin unutduğu çox vacib bir keyfiyyət, yəni ki, səxavət haqqında danışır. 8 и 9 главы он посвящает качеству, которое Коринфская церковь давно забыла, и это щедрость. Bərabər saydı dərsində səhv dedi ona. Son fəsillərdə isə, yəni 10-dan 13-ə qədər olan fəsillərdə isə Pavel onu hələ də rədd edən o Korinf imanlarına müraciəti var. А с 10 по 13 главы Павел обращается к тем верующим в Коринфской церкви, которые все еще отвергают его. Beləliklə, gəlin bu hissələrə baxaq. Итак, давайте рассмотрим эти части. Deməli, birinci hissə dediyimiz kimi həmin o barışıq hissəsidir. Birinci fəsil 7-ci fəsil arası. Первая часть примирения с 1 по 7 главы. Birinci fəslin 3-cü və 4-cü ayələrində deyir ki, 1 глава, 3 и 4 стихи. gəlin oxuyaq onu. Давайте прочитаем. 2-ci Korinflər 1-ci fəsil 3-4-cü ayələr. Deyir ki, Rəbbimiz İsa Məsihin Allahına, atasına alqış olsun. O rəhimli ata və hər cür təsəlli verən Allahdır.
Çəkdiyimiz hər bir əziyyətdə o bizə təsəlli verdi ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək. Благословен Бог и Отец Господа нашего Иисуса Христа, Отец милосердия и Бог всякого утешения, утешающий нас во всякой скорби нашей, чтобы и мы могли утешать находящихся во всякой скорби тем утешением, которым Бог утешает нас самих. Pavel burada məktubunu Korinflilərə təsəlli verən, rəhimli olan, sülh verən Allahın adı ilə başlayır. Павел начинает свое письмо именем Бога, который утешает. Ki ona şükürlərlə başlayır. Он начинает с прославления этого Бога. Son kədərli ziyarətinin onlara müəyyən inciklik, onlarda ola bilərdi, müəyyən bir narazılıq, inciklik yaratdığını etiraf eləyir. В последних он признает, что он был обижен на них. Не, они, может быть, обиделись на его резкость, может. Они могли обидеться на его резкость в первых посланиях, когда он был с ними. Amma onlara açıqca bildirir ki, mən sizi bağışlamışam. Но явно дает им знать, что он их простил. Və bunu açıq şəkildə etiraf eləyir. Он признает это открыто. Amma maraqlıdır, niyə görə Korinflilər Paveli rədd edirdilər? Но интересно, почему коринфяне отвергали Павла? Mətnə görə baxanda biz görürük ki, Korinf kilsəsi Paveli nətər deyərlər, göstərir burada niyə görə onun gözdən düşmüşdü onlar üçün. Из текста видно, почему они не любили Birincisi, его. onlar gördülər ki, o yoxsuldur. Во-первых, они видели, что он нищий, Görür ki, həmişə nəsə ağır işlədir. что он постоянно в тяжелой работе, Az maaş alır, məvacibi var yəqin ki. он мало зарабатывал, O çadırçılıqla məşğul idi, çadır tikirdi. он занимался палаtkами, Davamlı olaraq təqiblərdədir. он постоянно в Əzab, гонениях, əziyyətlərdən keçir. проходит через страдания, Çox vaxt başını qoymağa yeri yoxdur. часто негде преклонить голову, Üstəlik natiq kimi də o qədər belə göz oxşayan bir natiq deyildi. к тому же и как оратор он так себе. Beləliklə Korinf imanlıları elə bir daha varlı və nüfuzlu başqa liderlərə müqayisədə Paveli çox aşağı görürdülər. Итак, Каринская церковь, из-за того, что они были богатые и из такой прослойки общества, Onlar başqa liderlərə baxırdılar. они предпочитали других Onlar лидеров, varlıdılar, nüfuzludular. которые Павел были kimdir? богаче, Ona görə utanırdılar Paveldən, belə deyim. статнее, и они стыдились Павла. Və Pavel də onlara cavab olaraq deyir ki, onların o zəngin olması və yaxud da yaxşı natiqlik qabiliyyəti olması, əgər buna vurğun vurursunuzsa, siz İsa'ya qarşı xəyanət edirsiniz. И Павел им говорит, что если вы делаете ударение на их богатство или на их умение ораторства, то вы İsa'ya qarşı xəyanət edirsiniz. то вы изменяете Христу. İkinci fəslin ikinci hissəsində bunu görə bilirik bunları. Мы видим это во второй части второй Və главы. bununla başa salır ki, sizin dəyər sisteminiz pozulur. И он объясняет, что ваша система ценностей Onun портится. əlamətidir. Это признак того. Deməli, həqiqi xristian liderinin mahiyyəti statusda və yaxud da özünü tanıtmaqda deyil. То есть ценность христианского лидера не в его статусе или не в его известности. Pavel deyir ki, mən də, o birisi həvarilər də, biz Padşah İsa'nın bir əsiriyik əslində. Он говорит, что я, что другие апостолы Христа, мы его слуги. Və İsa Məsih bizi elə bil o zəfər çalanda sən gəldin, zəbt elədin və aparırsan özünlə və o qənimət kimi. Biz onun ordusunda o bizi aparır. И он говорит, что мы как трофей Христа, мы в его armии, и он нас ведет. Və Pavel deyir ki, mənim işim ondan ibarət deyil, sizin gözünüzdə bir təəssürat yaradım. И Павел говорит, что мое дело не в том, чтобы
впечатлить вас как-то. Mənim işim insanları İsa'ya yönəltməkdir. А mое дело в том, чтобы направлять людей ко Христу. Sonra Pavel deməli Korinflilərin ona tövsiyə məktubunu, məktubu təqdim etmələri barədə o məqamlara, incə məqamlara toxunur. Потом Павел обращается к тонкостям его рекомендательных писем. Yəni demək istəyirlər ki, sənə kim tövsiyə edir? Kimsən sən ümumiyyətlə? Они спрашивают, кто тебя рекомендовал? Nə qədər sən etibarlısan, səlahiyyətlisən? Naсколько ты Yəni авторитетен? var belə bir Насколько sənədin, sən belə bir sənəd тебе var. можно доверять? Есть ли у тебя такое письмо? 3-cü fəslin 1-ci hissəsində bunu görə bilirik. В первой части 3 Və главы мы это Pavel видим. üçün bu əlbəttə ki, gülünc idi. И для Павла это было смешно, Ki o əgər olmasaydı o kilsə olmayacaqdı. O kilsəni əkmişdi. потому что он насадил эту церковь. Если бы не он, этой церкви бы не Və было. Pavel deyir ki, sizin özünüz artıq həmin bu zəmanətdir, həmin bu tövsiyə məktubudur. Он говорит, что вы и есть рекомендательные письма. Bu məsəl üçün 2-ci Korinfilər 3-cü fəsil 2-dən 4-ə qədər görün nə deyir. 2 Коринфянам 3:3. Deyir ki, bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiniz. Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür. Bu məktub mürəkkəblə yox, var olan Allahın ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb. Məsih sayəsində Allahın huzurunda belə etibarımız var. 3 глава со 2 по 4. Вы наше письмо, написанное в сердцах наших, узнаваемое и читаемое всеми людьми. Вы показываете собой, что вы – письмо Христово через служение наше, написанное не чернилами, но Духом Бога живого, не на скрижалях каменных, но на плотяных скрижалях сердца. O deyir, tövsiyə məktubu istəyirsiniz. Он говорит, вы хотите рекомендательное письмо? Siz həmin o tövsiyə məktubusunuz. Biz Вы maya и qoyduq, siz есть varsınız. это рекомендательное письмо. Və o kilsin ürəklərimizə yazılıb. Оно написано на ваших Yeremiya сердцах. Peyğəmbər 31-ci fəsildən və Yezekiya Peyğəmbər 36-cı fəsildən sitatlar gətirir Pavel. Yeremiya 31, Yezekiya 36. Еремия 31, Езекииль 36. Ki Allahın ruhu tövsiyə məktubunu yalnız onların ürəklərində, yəni ki, əhd-i cədidin bir xalqı kimi həkk edib. То есть Божий Дух записан в их сердцах, как знак Нового Завета. И не нужны какие-то дополнительные Sonra bunun ardınca доказательства. əhd-i cədiddən söz açmağa başlayır. И потом он начинает разговор о Новом Yeni Завете, əhddən, про Новый Завет. 3-cü fəslin 2-ci hissəsində bu haqda deyilir. 3 глава, 2 часть. Və bu da Pavelə geniş müqayisə göstərməyə, aparmağa vadar edir. И это заставляет Павла вести широкое такое сравнение. Məsəl üçün deyir ki, Musa vasitəsilə Allah İsrail arasında Sinay dağında nə etdi? Bir əhd bağladı və bu köhnə bir əhd idi. Он говорит, что через Моисея Господь заключил завет, и это был Ветхий Завет. Amma Allah məsəl üçün Korinflilərlə isə İsa Məsih vasitəsilə yeni bir əhd bağlayır. Но с коринфянами через Христа он заключает Новый Завет. Köhnə əhd Sinayda bağlandı. Ветхий Завет был в Синае. Həqiqətən izzətli bir əhd idi. Это был славный завет. Niyə? Çünki orada deyilir Allahın izzətinin nuru Musanın üzünü, Musa bunu, yəni ki, üzünü örtürdü ki, bu hər yerə işıq saçırdı. Потому что Моисей должен был покрыть свое лицо из-за света, который Отражался через него, может быть. Да, который отражался. Lakin deyir ki, həmin əhdin o işığı bir müddətdən sonra solurdu. Но свет этого завета keçici idi. Затухал. Və eləcə də həmin əhdin qanunlarının simvolu idi ki, o da İsraili həqiqi mənada dəyişdirməkdə gücsüz idi. И это также был символ Ветхого Завета, что он Закона этого завета, что он был бессилен освободить их. Deməli, lakin köhnə əhddən qat-qat daha izzətli olan yeni bir əhd var. Но есть Новый Завет, который намного сильнее Ветхого Завета. Çünki dirilmiş İsa Məsihin izzətinin özüdür bu əhd. Потому что это слава самого воскресшего Христа. Və bu İsa Məsih və bu bizə əbədi həyat gətirir. И
Он приносит нам вечную Əgər жизнь. orada o izzət keçici idisə, Если там слава угасала, burada belə bir şey yoxdur. Bu əbədi bir şeydir. то здесь это вечно. İndi məhz onun ruhu, Allahın ruhu insanların ürəklərini dəyişdirir. Теперь Его Дух обновляет сердца верующих, Onları daha sadiq edir. İsa'ya daha oxşar edir. делает их более верными и более подобными Христу. Yaxşı. Bütün bunlar bir heyrət doğurur И это все порождает və восхищение, kim istəməzdi ki, Allahın izzətinin bir parçası olsun. потому что кто бы не хотел быть частью Божьей славы. Pavel yenə biraz da davam edir, qabağa gedir. Павел идет дальше Çarmıx barədə başlayır danışmağa. и говорит про крест. Və çarmıxın paradoksunun Korinflərin izzət və uğur haqqındakı bütün anlayışların necə alt-üst etdiyini göstərir. Про парадокс креста Deməli, и çarmıxın paradoksunun Korinflərin o izzət və uğur haqqındakı o düşüncələrini tam dəyişir. парадокс креста, который полностью меняет мнение коринфян про успех и славу. 4-cü fəsildən 7-ci fəslə qədər bu haqqda С deyilir. 4 по 7 главы. Və nəticədə İsa'nın padşah kimi izzətlə ucalmasını, onun çarmıxdakı olan əzabını, edam olunmasını və ölümünü göstərir. И в итоге он показывает прославление Христа как царя, его страдания на кресте и его казнь. İsa insanlara Allahın xilasını açdı bununla. Xilas yolunu açdı. Христос раскрыл pуть спасения, Божий путь спасения людям Bütün через это. bəşəriyyətin günahına görə öldü ki, insanları Allahla barışdırsın. Он умер за весь грех человечества, чтобы Бог мог простить их, Yəni Allahla barışsınlar чтобы insanlar. люди примирились Və с çarmıx Богом. əslində bundan da böyük bir iş gördü. И крест сыграл еще большую роль. Deməli, orada həmin Allahın fədakar məhəbbəti göründü. Там была видна самоотверженная любовь Бога. Çarmıx həm də yeni bir çarmıx həyat tərzini göstərir. Также крест показывает новый образ жизни креста. Deməli, Pavelin məqsədi öz həyatı və xidmətinin çarmıxı göstərməsi idi əslində onun həyatı buna bağlı idi. Onun bütün həyatı çarmıxı insanlara göstərmək idi. И вся жизнь Павла состояла в том, чтобы явить крест людям. Ona görə o həvari fəaliyyətində çox həlim idi. Поэтому он был очень кроток в своей деятельности апостола. Həmin o əzab, əziyyət və yoxsulluq müşahidə olunurdu onun elə bir həyatı. Его жизнь сопровождалась бедностью, гонениями. Və bununla Korinflilərə bir nümunə göstərirdi əslində. И тем самым он показывал пример коринфянам. Əslində əgər Korinflilər Pavelin bu vəziyyətini pisləyirdilərsə, bu o deməkdir ki, onlar İsa Məsihi hardasa pisləyirdilər. Если коринфяне порицали Павла за это, то они порицали и Христа за это. Çünki Pavelin həyat tərzi çarmıxa çəkilmiş İsa Məsihin həyat tərzinə bənzəyirdi hələ. Потому что образ жизни Павла очень был похож на образ жизни Христа, который был распят. Bu yaxında bir şey eşitmişdim. Bir pastor Kaliforniyada elə hardasa demişdi ki, əgər bu günləri İsa Məsih gəlib yer üzündə kilsə qursaydı, kilsə pastoru olsaydı, mənim kilsəm onunkindən daha güclü olardı. Məndə daha çox adam olardı. Недавно слышал, как один пастор, кажется, в Калифорнии сказал такую вещь, что если бы сегодня Христос вернулся и построил свою церковь, то моя церковь была бы больше по численности. Hep görürsünüz fikirləşir insanlar. Видите, как думают люди? Korinflər bu cür düşünürdülər. Они, вот коринфяне, думали так. Ki, Pavel kimdir belə? Кто такой Павел? Və bunu deyərkən əslində hələ İsa'ya da eyni şeyi deyərdilər onlar. И они İsa могли orada также olsaydı. сказать Ki, про İsa bu Христа, kimdir belə? что кто такой Христос? Bütün bunlara baxmayaraq Pavel yenə də Korinflərlə barışmaq istəyir. Несмотря на все это, Павел хочет примириться с коринфянами. Deməli, keçirik ikinci hissəyə. Переходим ко второй части, İkinci hissə bu 8-9-cu fəsillərdir. 8 и 9 главы. Deməli, bütün bu həvəslə yazdığı izahatdan sonra Pavel onların unutduğu bu gözəl bir xarakteri, səxavəti başlayır deməli.
bu məsələyə toxunur. После всех этих красноречивых описаний он начинает касаться качества, которые забыли каримские верующие. Deməli, Это щедрость. Yerusəlimdə həm Yəhudi, həm də xristianlar aclıq ucbatından yoxsullaşmışdılar. В Иерусалиме христиане забыли, Иудеи христиане и язычные христиане, которые стали христианами, yoxsulluq içindəydilər. они жили в бедности, Okay. Çünki onlar imanlıydilər, onlar təqib altındaydılar. потому что они были верующие и были в гонениях. Yerusəlim çətin bir yerdir. Иерусалим было Ola bilər опасным ki, onlara местом. iş vermirdilər, yaxud da həmişə məcburən onlar elə bir vəziyyətdə idilər ki, kasıbçılıq idi, pul qazana bilmirdilər. Они не могли найти работу и были в таком месте, что они были бедны и не было денег. Ona görə Pavel xüsusilə qeyri-Yəhudi olan imanlılardan ibarət o qurduğu kilsələr vardı, Romada, onlara bildirirdi ki, Makedoniya kilsələri kömək eləmək lazımdır bizim qardaşlarımıza. И поэтому Павел писал вот этим римским, македонским церквям во всех этих зонах, чтобы они могли помочь братьям. Pul toplamaq istəyirdi. Он хотел собрать финансы. Romalılar 15-ci fəsil 23-dən 33-ə qədər, Римлянам 15 с 25 по 33. 33 və 1-ci Korinflər 16-cı fəsil 1-dən 3-ə qədər. 1 Коринфянам 16 с 1 по 3. Və onlar hamısı da İsa Məsihdə bir olduqlarına görə, bu anlayışı başa düşdüklərinə görə qeyri-Yəhudilər, onlar pul göndərirdilər, hazır idilər kömək eləsinlər. И именно из-за того, что они понимали, что они едины во Христе, эти язычники могли собрать финансы и послать их. Baxmayaraq bəzilərinin özündə çox yaxşı deyildi vəziyyət. Məsələn üçün Makedoniya kilsəsi özü çətinlikdən keçirdi, amma hazır idi kömək eləməyə. И вот даже видим, что Македонская церковь сама была в трудностях, но была готова помогать. Eləcə də Qalatlılar. И также Галаты. Və sevinclə bunu edirdilər, orada yazılır ki, bunu edirdilər, kasıb idilər özləri, amma bu xeyriyyəçilik işində onlar sevinclə iştirak edirdilər. И они участвовали в этом деле благотворительности с радостью, несмотря на то, что сами были бедны. Lakin Korinflilər Pavelin bax bu çağırışına hay vermədilər. Но коринфяне не откликнулись на этот призыв Və Павла. əlbəttə ki, Pavel üçün bu təkcə pul məsələsi deyildi. И, конечно же, для Павла это было не просто о деньгах. Və o istəyirdi ki, həqiqətən də bu Korinflərdə bu keyfiyyət yaransın. Он действительно хотел, чтобы у коринфян развилось это качество. Çünki əgər onlar İsa Məsihə iman ediblərsə, Если они уверовали во Христа, müjdə olan həyatını dəyişir. то Евангелие меняет их жизнь. Və bu görünməlidir olan həyatında, bu bəhrə, bu keyfiyyət əslində görünməli idi И onlarda. этот плод, это качество должно быть видно в их жизни. Və Pavel deyir ki, Rəbbimiz İsa Məsihin lütfünü bilirsiniz Павел говорит, вы знаете благодать Господа ki, нашего. o zəngin idi, Он был bogат, amma sizin üçün kasıb oldu. но stал bеден для вас, Ki siz kasıb olduğunuz halda zəngin olasınız. чтобы вы могли стать богаты, когда вы были бедны. 8-ci fəslin 9-cu ayəsində deyir. 8 глава, 9 стих. Yəni bir müjdənin xəbərini maliyyə metaforası kimi çatdırır. Он доносит суть Евангелия через метафору финансов. Yəni İsa zəngin idi, o kasıbladı, То есть Иисус был богат, он стал payından беден, əl çəkdi. он отверг свою часть. Və bir belə deyək də, kasıb bir qul kimi özünü alçaltdı. Как бедный слуга, он унизил себя, Ki həmin o günah içində olan, ölüm içində olan yoxsullaşmış insanları zənginləşdirsin Allahın lütfü ilə. чтобы он смог сделать богатыми тех самых верующих, грешных верующих через Божью благодать. Və bilirsiniz, xristian olmaq bu o deməkdir ki, həqiqətən sən icazə versən ki, Tanrı sənin düşüncələrini, ürəyini dəyişsin. И быть христианином действительно означает позволять Богу менять твое мышление, Daha səxavətli etsin. делать тебя более щедрым. Korinflər imanlı idilər, Коринфяне были amma Allah верующими, icazə vermirdilər. но не позволяли Богу. Pavel deyir ki, bu yaxşı şey deyil. Павел говорит, что это нехорошо. Okay, siz
imanlısınızsa, sizdə bu keyfiyyət görünməlidir. Если вы верующие, то в вас должно быть Niyə? видно Çünki это Məsih качество. bunu elədi, bizə göstərdi. Почему? Потому что Иисус показал нам это. Biz bunu götürməliyik. Мы должны взять это. Bu yaxşı bir yerə gəlmişkən parçadır ki, biz düşünək bu haqda özümüzdə. Это хороший отрывок, чтобы мы тоже подумали об этом. Həmişə hazır olaq biz. Чтобы мы были готовы. Üçüncü hissə bu 13-cü fəsil. Третья часть, 13 глава. Məktubun son hissəsidir. Это конец письма. Deməli, burada böyük həvarilərdən danışılır. Тут говорится о старших апостолах. Starших və Великих. da. Yəni bu əslində bir ironiya kimidir. Как бы ironично, Sarkazm var orada. саркастично. Həmin o kəsləri ki, Korinflilər adlandırırdılar nüfuzlu kəslər, görkəmli olan liderlər qrupu. Те люди, кого коринфяне называли статными, видными, Pavel onlara deyir ki, onlar sizin üçün onlar böyük həvarilərdir, düzdür? то Павел говорил, вот для вас же они великие апостолы. 11-ci fəslin 5-ci ayəsi, 12-ci fəslin 11-ci ayəsi. 11 глава, 5 стих. Deyir ki, onlar Korinfə öz nüfuzlarını təbliğ etmək üçün gəliblər. Высшие апостолы. Он говорит, что они приходили в Коринф, чтобы возвысить свой Və статус. bununla da elə bil həmin o Paveli necə deyim, nüfuzunu aşağı salsınlar. И чтобы тем самым понизить статус Павла. Və Pavel deyir ki, bu özünü reklam etməkdir, bu göz önündədir, görmürsüz bunu. Павел говорит, что это просто рекламирование самого Və себя, это на поверхности. Разве həqiqətən onlar не deyir ki, видите? öz ləyaqətlərini müqayisə etmək istəyirlərsə, gəlin, buyurub gəlsinlər. Он говорит, если они действительно хотят сравнить свое достоинство, то пусть придут. Onlar fikirləşirlər ki, yazılar üzrə mütəxəssisdirlər. Если они считают, что они сведущие в Писании, Pavel deyir, mən də mütəxəssisəm müqəddəs yazılar üzrə. Farisey olmuşam mən. он говорит, то и я сведущ, и я был фарисеем. Əzbər bilirəm bütün müqəddəs yazıları. Я знаю Писание наизусть. Və əgər onlar İsa haqqında o müstəsna bilikləri ilə öyünürlərsə, И если же они хвалятся какими-то особыми знаниями о Христе, Pavel dirilmiş İsanı öz gözləri ilə görüb, yeri то gəlmişkən. Павел тоже видел воскресшего Христа своими glazами. Onunla danışıb Он говорил с ним. və şəxsən vəhiy alıb və ona nə deyirlər? Göylərə, yazıda deyir ki, göylərə qaldırılıb, həmin o yerdə olub, harda ki, Allahın taxtı durur. Он получил личное откровение и был поднят на небеса, там, где он получил это. Ona qalsa видение. övünməyə qalsa o daha çox övünə bilər belə o birislərə baxanda. И если нужно хвалиться, то он может Amma хвалиться Pavel bununla больше, чем öyünmür. другие. Но он не хвалится этим. O öyünürsə deyir, Məsihlə öyünür. Он хвалится Христом. Bütün həyatını Məsihin missiyasına həsr edir. Он посвящает всю свою жизнь миссии Христа. Bütün o rahat, sabit həyatdan imtina edib adam. И он отверг всю спокойную, постоянную жизнь. Və böyük həvarilərdən fərqli olaraq, deməli, böyük həvarilər Korinflərdən eləcə də pul alırdılar. В отличие от высших апостолов, потому что те же высшие апостолы еще и получали деньги от Коринфа, Pavel isə özü çadır qururdu, öz zəhməti ilə dolanırdı. то Павел сам строил палатки и зарабатывал себе на жизнь. Və Pavel deyir ki, mən deməli, necə deyərlər, övünmək istəmirəm, imtina edirəm bütün bu şeylərdən. Павел говорит, что я не хочу гордиться, я отказываюсь от этого. Övünürəmsə deyir, zəifliyimlə övünəcəyəm. И если хвалиться, то я буду хвалиться в своих слабостях. Və o zəifliyimdə qoy Məsihin sevgisi, mərhəməti aşkar olsun. И пусть в моих слабостях будет явлена любовь Христа. Və 11-ci fəslin 30-cu ayəsində bu deyir. В 11 главе, Və 30 стихе. 12-ci fəslin 9-cu ayəsində görün İsa ona nə deyir? В 12:9 вот что говорит ему Иисус. Deyir, sənin üçün mənim kifayət qədər lütfüm var, Pavel. Он говорит, довольно для тебя благодати моей, Павел, Çünki sən zəif olanda mənim gücüm kamil olur, üzə çıxır. потому что сила моя совершается в твоей немощи. Beləliklə Pavel öz məktubuna o ayıldıcı bir
xəbərdarlıqla tamamlayır 13-cü fəsildə. И вот в 13 главе Павел завершает письмо пробуждающим предупреждением. Deməli, Korinflilərin Pavilə və onun həyat tərzinə xor baxmaqlarının, sonra böyük həvarilərə isə sevgi göstərməklərinin səbəbini deyir, özünüzdən soruşun. Yoxlayın özünüzü. Niyə Он görə belə edirsiniz? призывает их спросить себя же, почему они презрительно смотрят на Павла, а больше предпочитают высших апостолов. 13-cü fəslin 5-ci ayəsində deyilir ki, siz İsa'nın kim olduğunu, mahiyyətini belə başa düşməmisiniz. В 13:5 написано, что вы не поняли, вы не поняли суть того, кем являлся Христос. Sizin həyatınız dəyişilmiş həyat olmalı idi əslində. Ваша жизнь должна была быть измененной жизнью. Və Pavel dəvət edir ki, İsa Məsihin deməli sevgisinin önündə həlim olun. И он prизывает их быть кроткими перед любовью Христа. Dostlar, Korinflilərə məktub ümumiyyətlə maraqlı bir məktubdur ki, Pavelin elə bil nələrdən keçdiyini, həyatını elə bil necə deyərlər, açır bizim qabağımızda. Bəlkə başqa yerlərdə biz onu görə bilməzdik, amma Korinflilərə məktubda onun içini görürük, nə baş verdi. И вот, друзья, послание к Коринфянам показывает нам очень много о жизни Павла, чего бы мы, наверное, не узнали бы, если бы не происходили эти события. Gözəl bir fürsət, nadir bir fürsətdir ki, bizə verdi. Это редкая возможность, которую он нам дал. Eləcə də İsa'nın çarmıqda aşkar olan o paradoksu anlamağa kömək edir. И также оно помогает нам понять парадокс того, что происходило на кресте. Çarmıq dəyərlərimizi sınaqdan keçirir əslində. Оно испытывает наши ценности на кресте. Dünya gözü ilə baxanda biz uğuru, təhsili, zənginliyi dəyərli sayırıq. В глазах мира мы считаем ценными успех, богатство, образование. Amma biz çarmıxa baxanda, Allaha baxanda isə biz görürük ki, Allah başqa cür. Biz o vaxt ki, ona daha çox etibar eləyirik və hardasa belə o həlimlikdə yaşayırıq, onu daha dəyərli sayır. Но на кресте мы считаем ценными более то, чтобы быть верными Богу и быть кроткими перед Ним, зависеть от Него. Çarmıq həm də müqəddəs ruhun dəyişdirici gücünü və huzurunu göstərir. Также крест являет обновляющую силу Святого Духа. Və bu bizə qabiliyyət verir ki, həmin o həyatı yaşayaq, o çarmıxın gücü. И это дает нам способность жить этой жизнью креста. Çarmıq həyatını yaşaya bilək. Okay. Bu Korinflilərə ikinci məktubun mahiyyəti bu idi. Это была суть послания второго Коринфянам. Beləliklə bu Korinflilərə məktub bitirdik biz. На этом мы завершаем послание Коринфянам. Amin. Аминь. Əgər hansı suallarınız varsa, əlavəniz varsa, Если у вас biz есть davam edə bilərik. вопросы, дополнения, можем продолжать.